AFA'nın baş katibi Cahangir müəllimlə aşağıdakı məsələləri müzakirə etdik və bu məsələlərin həll olunmasında Cahangir müəllimdən müəyyən köməklik və dəstək göstərilməsini xahiş etdim. Əsas yeni inkişaf strategiyasına uyğun olaraq hərbi xidmətə çağırılan futbolçuların hərbi xidmət keçmə yerinin Dinamo Bakı Futbol Klubunda həyata keçməsində maddi texniki dəstəyin verilməsi. Birinci məsələ, əsas məsələlərdən bugün hamını narahat edən məsələlərdən biri budur. Ona görə ki, istər A milli yığma, Olimpiya və 19 yaşlı perspektivli futbolçuların həqiqi hərbi xidmət keçməklə bağlı çox ciddi problemləri var. Mən bu məsələdə Cahangir müəllimdən xahiş etdim ki, həmin futbolçular Dinamo Bakı Futbol Klubunda futbol oynamaqla həqiqi hərbi xidmət keçmə məsələsində həll olunmasında bizə köməklik göstərsin. İkinci müzakirə olunan məsələlərdən biri, bildiyiniz kimi, birinci və ikinci liqada çıxış edən klublar arasında Dinamo Bakı Futbol Klubu yeganə klubdur ki, Gənclər Liqasında bütün yaş komandaları ilə təmsil olunurlar. Hal-hazırda yetirmələrimizdən Premier Liga komandalarında 43, milli komandada 7 futbolçu dəvət almışdır. AFA tərəfindən Premier Liga komandalarının Gənclər Liqasına ayrılan maliyyə dəstəyinin Dinamo Bakı Futbol Klubuna şamil olunmasına köməklik göstərilməsi. AFA-nın yeni inkişaf strategiyasında nəzərdə tutulan futbolun inkişaf mərkəzi qismində gənc futbolcular üçün Abşeronun rayonun ərazisində Abşeron Olimpiya İdman Kompleksində futbol akademiyasının inkişafına köməklik və həmin meydançanın, Abşeron Olimpiya Kompleksinin meydançası çox pis vəziyyətdədir. Həmin meydançanın müasir standartlara uyğun yenidən qurulmasında bizə dəstək göstərilməsi. AFA-nın bu günlərdə qəbul etdiyi inkişaf strategiyasının 5 əsas hədəflərindən biri də uşaq futboludur. Sırf bu istiqamət üzrə təkliflərimiz ondan ibarətdir ki, Avropanın aparıcı klublarının diqqətini cəlb edə biləcək istedadlı Azərbaycanlı futbolçuları bir mərkəzdə cəmləşdirmək lazımdır. Bunun üçün Azərbaycan Respublikasının yeni, innovativ futbolun inkişaf mərkəzində vaxtilə ölkəmizdə uğurla fəaliyyət göstərmiş Madrid Atletikosu ilə əməkdaşlıq layihəsini daha da təkmilləşdirərək həyata keçirmək mümkündür. Bax, həmin o bizim vaxtilə strateji olaraq hazırladığımız həmin layihəyə diqqət etsəz, görərsiniz ki, bu günləri Premier Liqamızda 10 komandanın altısında Bakı Futbol Akademiyasının yetirmələri kapitan kimi, həm də bir lider kimi çıxış edirlər. Bütün bunların həyata keçməsində sözsüz ki, vaxtilə Tunc Afşarın başçılığı altında ölkəmizə gəlmiş Türk mütəxəssislərinin də rolunu yüksək qiymətləndirirəm. Biz həm İspaniya, həm Türkiyənin, həm də Azərbaycan məşqçilərinin birgə əməyi olaraq bax bu uşaqların yetişməsində çox böyük işlər görmüşük. Həmin işlərin yenidən davam etdirilməsi üçün Cahangir müəllimdən mən xahiş etdim ki, bu məsələlərin daha da inkişaf etməsində gənc futbolçularımızın Avropanın aparıcı klublarının komandalarının heyətinə düşə biləcək bir mərkəzin yaradılmasında bizim təcrübəmizdən istifadə olunsun.